Ken adamı forever. Ay Haydar, nə var, nə yox, nə tərsən boş işinə dönüm. Ne var ne yok. Nə var, nə yox, Ne var, ha? ne yok. Super. 5 ayda Azərbaycanda deyə. Kökəlmisən həmən başdı. Kənd adamı birinci dəfədə İndoneziya kapuçinosu içir. Sən bu alətdə nə ifa eləyə bilərsən? Sarı gəlin, bizim qədim Nə mahnı ifadə danışırsan? eləməyə bacarır. Əlbəttə ki. İndoneziya musiqi alətində Azərbaycanın sarı gəlini. Özümü bir anlıq İndoneziyada hiss elədim. Kənd adamı İndoneziyada. Deməli, çox egzotik bir stenddəyəm. Gəlmişəm İndoneziyanın kənd təsərrüfatına töhfə verməyə. Salam aleykum. Hello. Salam. Hello. My name is The Villager. Ah. What's your name? My name is Haidar. Haydar. Haidar, yes. Indonesia is an exotic country. Thank you. Çok sağ ol, çok sağ ol. Çok sağ ol. Do you like our meals? For example, kebab. Oh, kebab ya. Yeah. Dolma. Dolma. Yes. You like? I really like it so much, yes. Good. This is Haidar. actually my 5th month. 5 ay. 5 ay sən Azərbaycandasan. So our country, Indonesia, we specialize in many kinds of agriculture. Our specialty in coffee. So Indonesia produces a lot of coffee, different kinds of coffee as well. We have the famous luwak coffee. Luwak? Yes, luwak coffee. It's considered as one of the most expensive coffee in Can the you show world. me, for example, Lua coffee, please? Gəl qardaş, gəl, burada maraqlı söhbətlər var. Kofe göstərir mənə, Luadır. This is basically a ground coffee where the seeds and the coffee beans and basically the flavor is very natural. It comes from the earth, it's from the ground, and we harvest them in a very standardized way, which is why our quality in coffee is considered as high. Here we showcase 3 types of coffee. Indonesia is famous with not only coffees. Now, for example, our main commodity international-wise has been mostly palm oil. About the exhibition, did you like? I do like it so much. This exhibition has proven to be a very useful platform for us to basically enter Azerbaijan market. It works just like a piano, white, black. Can I play, Haydar? Anyone can play it. It's so Yes? simple. Can you show me, please? Okay, you just stand over here. I'm here. Yes, I can show you how to use it. He can play the music. Deməli, Heydər deyir ki, mən bu alətdə sənə ifa eləməyi göstərəcəm, amma bunun bacaranı, necə deyirlər, bunu yaradanı, baxmayaraq ki, Indoneziyadan gəlib bu alət, bizim Azərbaycanlı qardaşımızdır, adı Hünərdir, indi gələcək bura. Bayaqdan gəldə qalmışam, İngilizcə qırıldaya. Hoş gördük. Hoş gəlmisiniz. Nə var, nə qardaş? Ay Hünər, Bəli. bu nə həngamədir, bu nə alətdir, bu nə məsələdir, qardaş? İzah elə görə bu İndoneziyanın maraqlı stendinin qarşısında mənə dedi ki, Heydər, bu alətdə mən bilirəm nətər ifa eləmək lazımdır, amma bunun bacaranı Hünərdir. Bunun adı Angkulungdur bu alətin. Ankulung. Angkulung, hə. Angkulung. İndoneziyanın qədim musiqi alətidir. Ha, burada yazılıb Ankulungdur. Tamamilə düz. Qədim musiqi aləti dedi. Bəli. Nədən istifadə olunub burada? Bambuk. Bambukdur, sonra başqa nəsə Ancaq ağaclardan. bambuk çubuqlarından. Aha. Burada digər ağaclardan istifadə olunub. İndi bu bizim modernizasiya olunub, bizim müasir not üslubuna modernizasiya olunub deyil. Bir dənə göstər görüm bu nətər Göstərərik. səs verir. Görüm Əlbəttə Hünər, ki. Hünərin çatacaq bunu ifa eləməyə. Səs çıxır. Nə maraqlı. Misal üçün, bax bu hansı notdur? Mən özüm musiqi təhsilli adamam. Do, re, mi, fa, sol var da, notlar var da biz bilirik. Mən Bəli, tarı bəli. bitirmişəm, musiqi pianin alətində də ifa eləməyə bacarıram. Kənd adamı olsam da. Burada bax 13 var. 13 hansı notdur görəsən? Bax 13-15. Bax bu hansı səsi verir? Mən Hansı musiqiləri notu? qardaş mən suluqla çalıram. Suluqla. Bu notları bilmirəm. Hünər kənd adamında İndoneziyanın Hünər özü də kənd aləti, adamıdır. özü də kənd adamıdır, Beyləqandandır. Beyləqan quzusunun Bu vətənindən. musiqini çalmaq üçün gəlsən Beyləqan quzu yeməlisən. Hünər, göstər hünərini. Gəlin hünəri yaxşıca alqışlayaq. Sağ olun, sağ olun. Hünər, sözün əsl mənasında adını doğrultdun qardaş. Bəli. Sən ki bu İndoneziya alətində sarı gəlini ifa elədin ha. Bəli, bəli. Sənə zaval yoxdur. Halal olsun.
This is one of our product today. Okay. Cappuccino with cocoa granule. Can I buy this coffee in our markets in Baku? Of course. You like cappuccino? Yes. Bizim xanım da buradadır, Gülten xanım. Salam əleykum. Necəsiniz Gülten xanım? Siz necəsiniz? Öz doğma dilimizdə, kənd dilində danışarsınız da. Yəni cappuccino nə olar mənim üçün hazırlayaq da Heydərlə bərabər. Hazırlayaq. Hansından bundan istəyirsiniz? Elə bundan olsun. Yaxşı. Cappuccino. hazırlayaq. Kənd adamı cappuccino içəcək. Ay Gülten xanım, Bəli. siz bu İndoneziyadan olan qardaşlarla nətər hardan tanış olmusunuz? Mən Nətər olub? səfirli işçisiyəm. Siz üzr istəyirəm. Səfirlik əməkdaşı mənim üçün cappuccino düzəldir. Bu çox böyük şərəfdir. Xoşdur. İndoneziya səfirliyinə də buradan salamlar göndəririk. Çox sağ olun. Buyurun. Bunun bir dənə mənə deyə bilərsiniz, özəlliyi nədir, fərqi nədir? Özəlliyi tam... Görürəm ki, şəkərsizdir, bu yaxşıdır. Bəli, artıq. şəkərsizdir. Aha. Amma Sonra belə nə var? Südür, kofedir, üstü də çokoladlıdır. Gülten xanım, mən sizə təşəkkür edirəm. Sağ olun. Çox möhtəşəmdir. Caspian Agrovik sərgisində İndoneziya deməli stendi fərqlənir. Buradakı münasibət, buradakı atmosfer və buradakı cappuccino. Təşəkkür edirəm. Nuş Çox sağ olun. olsun, sağ olun.